əkdiyimizi biçəcəyik. Bu gün sən mərhəmətli dörsənsə, sənə də mərhəmət göstərilməyəcək. Sən bağışlaya bilmirsənsə, səni də bağışlamayacaqlar. Bu həqiqətdir. Həyatda biz nə əkirik, onu da biçirik. Heç nə elə belə qalmır. Ona görə, qardaşlar, bacılar, mənim özüm də harda oluruqsa, qoy bizi Rəbbin mərhəmətli insanları kimi tanısınlar. Biri kobud olanda, sən mərhəmətli ol. Əgər bu günləri biz görsək ki, haradasa bir ocaq yanır və ora daha da böyüyür, problemi olacaq. Biz ora taxta, nə bilim, yanmaq üçün nöyüt, benzin, heç nə tökməyəcək. Biz ora su tökəcəyik ki, ora sönsün. Biz Allahın suları olmalıyıq. Su yəni ki, Allahın sözləri olmalıyıq. Biz Rəbbin sözlüyü ilə insanlara cavab verməliyik.